yan xət hakimi bayrağını qaldırdı, ofsayd qeydi aldı. VAR baxdı və maçın əsas hakiminə dedilər ki, yox, qol qaydalar çərçivəsində vurulub, amma təkrarda xət göstərmə, xət çəkilmədi. Yaxşı, xət yoxdursa, VAR-dakı hakimlər necə müəyyənləşdirdilər ki, qol var və ya desəydilər ki, qol yoxdur, həqiqətən hakim səhv deyib, yenə xət çəkilmir. Bunu necə müəyyənləşdirəcəklər? Yəni, o qədər belə qəribə epizoddur ki, bilmirsən nə deyəsən. Ümumiyyətlə, belə epizodlar həmişə 3D şəkil qrafikası ilə müəyyənləşdirilir də. Çünki çox çətin epizoddur. Ya. Baxırsan, adi gözlə mənə ofsayd kimi görünür. Yalan nə deyim, adi gözlə. Amma bunu təbii ki, necəsə xətti çəkib göstərmək lazım idi ki, ofsayd ya var, ya yoxdur da. Yəni, bu xətlə müəyyənləşdirilmiş şey, bu gözlə %100 qərar vermək çətindir. Xətti axıra kimi göstərmədilər. Bir şey başa düşənmədim açıq məndə. Həqiqətən qəribə. Çünki epizod ən yaxın yan xət hakimidir. Paralel o görüb və o bayrağı qaldırır. VAR hakimlər deyirlər ki, yox, sən səhv eləmirsən, qol təmiz. Amma necə təmiz, bunu necə ispat eləyəcəksiniz? Yenə deyirəm, bir lap desəydilər ki, hakim düz qərar verib, ofsayd var idi. Bunu necə ispat eləyəcəksiniz? Xət yoxdur. Belə şeylər ancaq bizdə olur da.